Salam dəyərli müəllimlər, bugün mən sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün 5 test nümunəsi seçmişəm. Həmin sualların, həmin testlərin izahına baxacaqsınız. Sualların izahına, testlərin izahına keçməzdən öncə qeyd edeyim ki, hansı mövzuların izahını kanalımızda görmək istəyirsinizsə, bu videonun rəy hissəsində həmin mövzuların adlarını qeyd edə bilərsiniz. Daha çox hansı mövzu istənsə, həmin mövzunun izahı ilə bağlı kanalımıza video yüklənəcək. Təkcə mövzu izahları ilə bağlı deyil, eyni zamanda test izahları və ümumiyyətlə Azərbaycan dilindən nə tipli izahlar kanalımızda görmək istəyirsinizsə, həmin mövzuların, həmin testlərin adlarını bu videonun rəy hissəsində qeyd edə bilərsiniz. Eyni zamanda bizə dəstək olmaq üçün kanalımıza abunə olmağı, videoya rəy yazmağı və paylaşmağı da unutmayın. Əgər kanalımıza abunəsinizsə, o zaman videonu paylaşaraq bizə dəstək ola bilərsiniz. Yəni, nə qədər çox paylaşsaz, bir o qədər çox abunə sayı artır. Abunə sayı artdıqca da biz sizə daha çox dəstək olmağa davam edəcəyik. İndi isə başlayaq testlərimizin izahına. Birinci növbədə qaydalar hissəsi ekranda görsənir və aşağı verdikdən sonra imtahana başla düyməsinə vurursunuz və ekranda vaxt geriyə saymağa başlayır. İnternet zəif olduqda bir qədər gec daxil ola bilər. Səbirli olmağınız tövsiyə olunur. Daxil olduqdan sonra artıq vaxt geriyə saymağa başlayır. 5 sual üçün 10 dəqiqə vaxt təyin etmişəm. Gəlin başlayaq. Birinci sual. Hansı söz termin deyil? Termin deyil. Diskriminant riyaziyyatda kvadrat tənliyin köklərinin sayını və varlığını tapmaq üçün istifadə olunur. Yəni, riyazi termindir. Yəni, termindir. B variantı respublika sözü. B variantında respublika sözü verilibdir. Respublika sözü ümumişləş sözdür. Yəni, həm bizim dildə, həm də dünya dillərində işlənən bir sözdür. Yəni, bu söz termin deyil. Doğru cavab B variantıdır. Urbanizasiya. Urbanizasiya şəhərlərin böyüməsi, şəhər əhalisinin çoxalması deməkdir. Coğrafiya ilə bağlı bir termindir. Difraksiya sözü. Difraksiya dalğaların öz yolundakı maneələrin ətrafında fırlanaraq hərəkət etməsidir. Yəni, fizika ilə bağlı bir termindir. Semantika isə Azərbaycan dili ilə bağlı bir termindir. Sözlərin, ifadələrin və ya simvolların mənasını və onların bir-birinə əlaqəsini öyrənən elm sahəsidir. Dilçiliklə bağlıdır. Doğru cavab oldu B variantı. Terminlərlə bağlı sertifikasiya imtahanında, yəni sertifikasiya imtahanının çərçivə sənədində mövzu yer alıbdır. Həmin hissəyə nəzər sala bilərsiniz. Yəni, terminlərlə bağlı qarşınıza hər hansı bir sual nümunəsi çıxa bilər. Ona görə də tövsiyə edirəm ki, terminlərlə bağlı biliklərinizi daha da möhkəmləndirəsiniz. Burada oldu doğru cavab respublika. Keçək növbəti suala. Tərkibi ardıcıl olaraq kök, qrammatik, leksik şəkilçilərdən ibarət olan sözü müəyyən edin. Yəni, sxemi çəkmiş olsaq kök, qrammatik və leksik. Yəni, bu sxemə uyğun variant lazımdır. A variantında yol ismindən yoldakı sifəti yaranıbdır. Lar da qrammatik şəkilçidir. Ardıcıllıqla bu formada deyil. Yəni, birinci qrammatik, sonra leksik gəlməlidir. Ona görə A variantını çıxıram. B variantında dayı sözün köküdür, M qrammatik şəkilçidir, cildə leksik şəkilçidir. Baxın, bu sxemə uyğun gəldiyinə görə doğru cavab B variantı olur. İndi deyə bilərsiniz ki, qrammatik şəkilçi leksik şəkilçidən öncə qoşula bilərmi? Bəli, qoşula bilər. Hansı ki, bir neçə şəkilçimiz var ki, həmin şəkilçilər qrammatik şəkilçidən sonra da sözə qoşula bilən leksik şəkilçidir. Onlar cil, sız üstü 4, dakı üstü 2 və k üstü 4 şəkilçiləridir. Bu şəkilçilər qrammatik şəkilçidən sonra sözə qoşula bilən leksik şəkilçilərdir. Məsələn, xalam, gil, dəki. Baxın, xala sözün köküdür, M qrammatikdir, gil leksik, dəki də leksikdir. Qrammatikdən sonra qoşulan leksik şəkilçilərimizi görürük. Yəni, bu şəkilçilərə aiddir ki, bu şəkilçilər qrammatik şəkilçidən sonra sözə qoşula bilir. Ümumiyyətlə, Azərbaycan dilinin qrammatik qaydalarına uyğun olaraq sözə əvvəlcə leksik, daha sonra qrammatik şəkilçi qoşulmalıdır. Lakin bu şəkilçilər həmin qaydanı bəzən poza bilir.
Balıq sözün köküdür. Balıq ismindən balıqçı ismi və lıq da leksik şəkilçidir. Bu sxemə uyğun deyil. Uşaqlarımız sözü uşaq sözünün köküdür. Lar qrammatik, ımızda qrammatik şəkilçidir. Həmçinin bu sxem də verilmiş sxemə, verilmiş şərtə uyğun deyil. Vətən sözün köküdür. Vətən sözündən vətəndaş sözü yaranır. Vətəndaş sözünə vətəndaşlıq ismi və ıda qrammatik şəkilçidir. Həmçinin bu da verilmiş sxemə, verilmiş şərtə uyğun deyil. Doğru cavab B variantıdır. Növbəti sual. Aslı tərəfi sifət olmayan birləşməni müəyyən edin. Aslı tərəf dedikdə birinci tərəf nəzərdə tutulur. Əsas tərəf ikinci tərəfdir. Aslı tərəfi sifət olmayan variant lazımdır. Baxırıq. Baxın, möhkəm divar. Möhkəm divar dedikdə divarın keyfiyyəti nəzərdə tutulur. Düzdürmü? Sifət əşyanın əlamət və keyfiyyətini bildirir. Burada da möhkəm sözü divarın keyfiyyətini bildirir. Yəni divarın keyfiyyəti möhkəmdir. Demək ki, burada möhkəm sözü sifətdir. Sınıq körpü. Sınıq körpü əşyanın əlamətini bildirir. Yəni körpünün əlamətini bildirir. Demək ki, sifətdir. Tutqun sözü də havanın tutqun olmasını bildirir. Yəni havanın əlamətini bildirir. Havanın əlaməti tutqundur. Demək ki, sifətdir. Ağıllı məsləhət. Burada ağılın məsləhətin keyfiyyətini bildirir. Yəni keyfiyyət bildirən sözdür. Demək ki, sifətdir. Gümüş sözü isə artıq qaşığın keyfiyyətini bildirmir. Qaşığın əlamətini də bildirmir. Bu tipli sözlərimiz var. Məsələn, gümüş sözüdür. Gümüş, qızıl, torpaq, bürünc, taxta və s. Bax, bu sözlərimiz, bu tipli sözlər, bu tipli isimlər rahatlıqla sifətləşə bilirlər. Yəni, bu tipli sözlər ismin yanında gəlir. Baxın, gümüş sözdə isimdir, qaşıq sözdə isimdir. İki isim yanaşı gələndə birinci isim sifətləşir. Amma sifətləşsə belə isim olaraq qalır. Və bunları rahat formada tapmaq üçün təbii ki, gümüş sözünü biz söz birləşməsi daxilində yox, kənarda sual verməliyik. Gümüş sözü nə sualına cavab verir? Yəni ki, isimdir. Və yaxud da biz desək ki, məsələn, taxta, qapı. Düzdürmü? Qapı isimdir. Taxtaya təklikdə sual verin hələ. Taxta nə? Amma taxta qapı formasında sual versək, taxta qapı, hansı qapı, necə qapı, taxta qapı, necə qapı, düzdürmü? Necə sualına cavab verir. İki isim yanaşı gəlibdir. Demək ki, burada biz götürüb deyə bilmərik ki, birinci söz sifətdir. Sifətləşib, amma onun sifətləşməsi, onun sifət olması demək deyil. Eyni zamanda burada bizim bir qaydamız var idi ki, dan üstü 2 qaydası. Bu qaydadan istifadə edə bilərsiniz. Dan artıra bildiyiniz isimdir, artıra bilmədiyiniz sifətdir. Bunu o qədər də çox tövsiyə eləmirəm. Əgər ehtiyac olarsa bundan istifadə edin. Daha çox tövsiyə elədiyim budur ki, verilmiş sözə söz birləşməsi daxilində deyil, təklikdə. Yəni sözdən çıxarıb, söz birləşməsindən çıxarıb kənarda sual verin və düzgün sual versəz, düzgün nitq hissəsini də tapa biləcəksiniz. Baxın, gümüşdən qaşıq deyə bilirəmmi? Bəli, deyə bilirəm. Demək ki, isimdir. Tutqundan hava olmur, ağıllıdan məsləhət olmur, sınıqdan körpü olmur, möhkəmdən divar olmur. Demək ki, onlar da sifətlərdir. Bu da belə. Keçək növbəti suala. Hansı sözdə i hərfi ahəng qanununu pozur? Baxaq, pozduğu variant lazımdır. Həqiqət sözü ümumiyyətlə ahəng qanununa tabedir, pozulmayıbdır. Ona görə biri olan variantları çıxıram. Laboratoriya, qalın sayt, qalın sayt, qalın sayt, qalın sayt, incə sayt gəlib sıranı pozub. Demək ki, 2 bizim doğru cavablar sırasında verilməlidir. Ona görə C variantında çıxıram. Morfologiya sözündə qalın, qalın, qalın və incə sayt gəldi. Yəni, i hərfi ahəng qanunu pozdu. Demək ki, 3-ü də götürməliyəm. 3 olmayan variantı da çıxsam, doğru cavab A variantı olur. Orfoqrafiya, orfoqrafiya, qalın, qalın, incə sayt gəlib sıranı pozub, 4-ü də götürürəm, doğru cavab olur A variantı. Zəruri sözündə
i saiti ahənc qanununu pozmur. Nəyə görə pozmur? Baxın, onsuz da mən burada i saitini çıxarsam, yenə də sözdə ahənc qanunu pozulubdur. Çünki incə və qalın sait vardır. Demək ki, burada ahənc qanunu pozan i saiti deyil. Ümumiyyətlə, söz ahənc qanununa tabe deyil. Tabe olmayandan sonra da yenə bir incə saiti artırmaq da problemi həll etmir və yaxud da nə isə dəyişmir. Vəsiqə sözü isə ahənc qanununa tabedir. Bizə isə ahənc qanunu pozulan söz lazımdır. Ona görə 6-cı seçimi də sıradan çıxarırıq. Keçək 5-ci suala. 5-ci sualda nə istəyir bizdən? Hansı nümunələrdəki mübtəda vəzifəsində işlənən o, bu əvəzliyindən sonra vergül səhv qoyulmuşdur? Baxaq, bu doğrudanmı heç nə bilmir? Doğrudanmı modal sözdür? Modal söz. Bilirik ki, modal söz gələndə, yəni o, bu əvəzliyindən sonra modal söz gələndə vergül işarəsi qoyulmalıdır. Burada da qoyulubdur. Yəni, bu nə sualına cavab verir və özündən sonra da modal söz gələndə vergül işarəsi qoyulur. Burada heç bir problem yoxdur, yəni səhv yoxdur. Ona görə B variantı ilə D variantını çıxırıq, çünki tərkiblərində 1 var. O getməlidir. Get sözün köküdür. Malı məli vacib şəklinin şəkilçisidir. Demək ki, söz təsriflənən feildir. Odan sonra da təsriflənən feil gələndə vergül qoyulmur. Burada qoyulubdur, demək ki, yanlışdır. 2 olan variantı götürə bilərik. 3 variant arasında qalırıq. O artıq səliqəli geyinir. Kim sualına cavab verir? Bilirik ki, o, bu əvəzliyi kim sualına cavab verirsə və özündən sonra isim, sifət, say, zərf, feili sifət, modal söz, nida gələrsə vergül işarəsi qoyulur. Yəni o, bu, kim birdən nə sualına cavab versə, özündən sonra da bu nitq hissələri gələrsə, o zaman vergül işarəsi qoyulur. Yəni əsas nitq hissələrindən bunlar, köməkçi nitq hissələrindən də bunlar gələrində vergül işarəsi qoyulur. Yox, o, bu əvəzliyin hansı sualına cavab verirsə, o zaman vergül işarəsi qoyulmur. Fərqi yoxdur, istəyir isim gəlsin, sifət gəlsin, say gəlsin, gəlsə belə vergül işarəsi qoyulmur. Yerdə qalan nitq hissələri var ki, hansı ki onlar əvəzlikdir, feilin təsriflənən formalarıdır və feilin digər təsriflənməyən formalarıdır. Köməkçi nitq hissələrindən qoşma, bağlayıcı və ədat gələndə vergül işarəsi qoyulmur. Burada da artıq ədat olduğuna görə ədat. Vergül işarəsi qoyulmamalıdır. Doğru cavablardan, seçimlərdən biri də 3-dür. Kim sualına cavab verir? O, səliqəli geyinir. Kim sualına cavab verir? Amma özündən sonra ədat gəldiyinə görə vergül işarəsi qoyulmamalıdır. Bu, yalnız səninlə dostluq etmək istəyir. Kim bu? Kim sualına cavab verir? Amma ədat var. Ədat. Demək ki, vergül qoyulmamalıdır. 2, 3, 4 doğru cavabdır. Doğru cavab A variantıdır. Bu, ailəmizin son beşiyidir. Ailəmizin son beşiyidir. Kim bu? Kim sualına cavab verir? Özündən sonra ailə ismi gəlibdir. Demək ki, vergül işarəsi qoyulmalıdır. Problem yoxdur. O, suvaqçıdır. Suvaqçıdır, isimdir. Suvaqçı isimdir. Demək ki, o kim sualına cavab verir və özündən sonra isim gəlibdir. Vergül işarəsi də qoyulmalıdır. Heç bir problem yoxdur. Yəqin ki, variantları vurmadım. Qayıdım həmin variantları vurum. Respublika sözüydü. Burada daimgil sözüydü. Burada gümüş qaşıq. Burada 2, 3, 4. Burada isə yenə də 2, 3, 4-dür. İndi bitir düyməsinə vururam. Baxın, vaxt hələ də gedir. Geriyə saymağa başlayır. İndi deyə bilərsiniz ki, müəllim, bitir düyməsinə vurmasaq cavab çıxmır ki, çıxır. Yəni, müəllimlərin işə qəbul müsabiqəsində də, sertifikasiya müsabiqəsində də, test imtahanı mərhələsində bitir düyməsinə vurmasaz belə, sona qədər gözləyin və ən sonunda cavab çıxır. Yəni, qaydaları dəyişməsələr bu belədir. İndi burada da biz bitir düyməsinə vururuq. Baxın, imtahan bitirilsin.
yazıb ki, imtahanı bitirməzdən əvvəl cavab kartına nəzər yetirməyiniz məsləhətdir. Bunu nəyə görə deyir? Çünki ola bilər ki, siz vurmusunuz variantı, qəbul etməyibdir sistem və yaxud da variantı vurubsuz, fərqli növbəti suala keçəndə fərqli suala keçir, fərqli variantı seçir və buna görə də imtahanı bitirməzdən öncə tövsiyə edirik ki, imtahanı işləyib ən sonda yoxlayın, ən sonda isə bitir düyməsinə vurun. İmtahanı bitirmək istədiyinizə əminsinizmi? Bəli, imtahanı bitir düyməsinə vururam və budur. Baxın, sizin nəticəniz 5 sualdan 5 baldır, yəni hər sual 1 baldır. Ona görə də burada, baxın, 5 bal veribdir, yəni 5 sual olduğuna görə. Onu diaqram üzrə təsvir edilibdir. Baxın, 5 sual 100% nəticə. Düzgün cavab 5, yanlış cavab 0, cavabsız sual 0 və imtahanın başlama müddəti 2 avqust 13:33-də başlayıbdır. Bitirmə müddəti 5 dəqiqə 13 saniyəyə bitibdir, amma imtahanın ümumi vaxtı isə 10 dəqiqə olaraq müəyyənləşdirilibdir. Aşağıda isə artıq suallara baxa bilərsiniz. Birin üzərinə vurursunuz və doğru cavablar başlayır görsənməyə. Deyək ki, hansısa sualı cavabsız qoyubsuzsa, baxın, həmin hissəyə qayıdıram. Cavabsız qoyubsuzsa, o zaman burada boz rəngdə görsənəcək. Yox, əgər yanlış cavablandırıbsızsa narıncı rəngdə, düzgün cavablandırıbsızsa isə yaşıl rəngdə görsənmiş olacaq. Yəni girib doğru və səhvləri də buradan görə biləcəksiniz.